Bakıya aramsız leysan yağacaq, külək güclənəcək, hava kəskin dəyişir. Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-sına keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Bu barədə reporta Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimşək çaxacağı ehtimalı var, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacaq, şimşək çaxacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.